20-ci turun açılış maçıdır. Bu görüşlə bərabər bu turda daha 5 qarşılaşma keçiriləcək. Bugün Zirə Karvan Yevlax oyunu var. Sabah daha 2 görüş var. Kəpəz və Neftçi ilə Araz Naxçıvan Sumqayıt klubları üzrə gələcək və ardınca Şamaxı Turan Tovuz və Qəbələ Sabah oyunları ilə hesabat turuna yekun vurulmalıdır. Qurban Qurbanovu gördük. Azarkeşlər onu da böyük coşquyla qarşılayırlar. Bu görüntüləri izləmək həqiqətən də çox maraqlıdır. Futbolumuzda görmək istədiyimiz görüntülərdir. Kevin Medina'nın azarkeşləri var. Qurban Qurbanovun azarkeşləri var, tərəfdarları var. Nominal meydan sahibi qismində bugün İmişli komandası oynasa da, amma yəni reallıq budur ki, Qarabağ komandası bugün qonaq qismində bura səfər edib və bu azarkeşlər məhz Qarabağın oyununu təbii ki, görmək üçün tribunaları doldurublar. Amma İmişli'nin də əlbəttə ki, azarkeşləri var, onları da unutmaq lazım deyil və İmişli azarkeşləri də bugün sevimli komandalarından uğurlu nəticə gözləyirlər. Beləliklə, Peşəkar Futbol Liqasının himni səslənir və baş məşqçiləri biz görürük. Bir tərəfdə Qurban Qurbanov, digər tərəfdə İmişli'nin Portuqaliyalı baş məşqçisi Jorge Casquilla oyuncusu bir-birlərinə güman ki, uğur arzuladılar. Və artıq komandalar meydana çıxırlar.